Elə qeyri-sabit hava şəraiti daşınar və daşınmaz əmlaka ziyan vurmadı. Həmçinin aqrar sektora da yağışdan, qardan ziyanlar dəydi. Yəni, həmin sektorda öz nəsibini aldı bu qeyri-sabit hava şəraitində. Bəs illərdir əziyyət çəkən fermer dəymiş ziyanı necə qarşılayacaq? Bu barədə studiyamızda müzakirə açırıq. Qonağımız Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanovdur. Roman müəllim, hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz. Roman müəllim, müşahidə olan əlverişsiz hava şəraiti bir neçə gün öncə kənd təsərrüfatı üçün nə kimi problemlər yarattı? Yəni, fəsadların xüsusilə hansı növ təsərrüfatlara aid edildiyini söyləyə bilərsiniz? Bu qeyri-sabit hava şəraiti bu mövsüm üçün xarakterikdir. Ancaq bu ilki yağışların səviyyəsi ötən illərə nisbətən daha yüksək olmuşdur. Və bunun fəsadları əsasən bitkiçilikdə, arpa, buğda, xüsusən də meyvəçilikdə zərər vurur. Artıq bizə çox qısa müddət ərzində 15 rayondan 50-dən çox müraciət daxil olub. Bizim proqnozlarımıza görə bu müraciətlərin sayı daha çox olacaqdır. Biz də ki, müvafiq olaraq ekspertlərimizi sahələrə göndərmişik. Hələ dəqiq rəqəm barəsində bir şey demək mümkün deyil. Yəni ki, bu bizdə daha... Yəni ki, müraciətlər sığorta hadisələrindən bağlıdır. Şübhəsiz. Bəzən kənd təsərrüfatı sahəsində çalışanlar öz müsahibələrində də tez-tez deyirlər ki, qarın yağması kənd təsərrüfatına xeyirdir. Necə düşünürsünüz? Bəs indi bu aprel ayı yəqin ki, qara aydır, bu daha çox ziyan vura bilərmi? Deməli, arpa, buğda, yəni ki, taxıl bitkilərində qarın yağması əksinə düz deyirlər fermerlərimiz daha faydalıdır. Bağçılığa yəqin ki. Bağçılıqda isə fərqli mənzərə yaradır. Amma ki, yəqin ki, həm də miqdar məsələsi var. Şükürlər olsun ki, yəni ki, bağçılıq olan rayonlarımızda qar hadisəsi baş vermiyor. Amma ki, güclü yağışlar mayalanmaya öz təsirini göstərəcəkdir. Yəni ki, çiçək açmış. Çiçək açandan sonra yağışların çoxlu miqdarda yağması bəllidir ki, nəticələrə gətirəcək. Bəs fermerlərlə bağlı müraciətlər varmı? Yoxsa dediyiniz kimi hələ qiymətləndirmə aparılır? Yəni müraciətlər fermerlərə müraciətlər olunub, 50. Kütləvidir yoxsa necə? Hələlik 50-dir, amma ki, biraz yavaş-yavaş gedir də. Bu avtomobil deyil ki, hadisə oldu, həmən xəbər versinlər. Ancaq bizim proqnozumuza görə 50-si artıq müraciət edib 15 rayona. İndən belə də biz gözləyirik ki, bu rəqəm xeyli miqdarda artacaqdır. Xüsusən də ki, bizim o meyvə bağları olan rayonlarımızda sel su basma ilə bağlı olan müraciətlər. Arpa, buğda haradakı yetişdirilir. Artıq bu günlərim Qobustandan da daxil oldu. Zəng Qobustanda böyük taxıl sahələrinə böyük zərərlər dəyib. Sel keçib oradan. Sel hadisələrinin, bəli, orada relyef bilirsiniz ki, dağlıq ərazidir, dəmiyə torpaqlardır. Orada da o hadisələr baş verib. İndi bizim ekspertlər yönələndirlər oraya. Qiymətləndirmə aparacaqlar. Zərər qiymətləndirmə. Roman, bəs ucqar kəndlərdə yaşayan fermerlərin bu sığortaya çıxış imkanları nə qədərdir? Deməli, biz sığortalamaqdan ötəri heç də sığorta fonduna və yaxud bizim ölkə üzrə 7 filialımız var, o cümlədən Naxçıvanda. Heç fonda müraciət, yəni ki, gəlmək lazım deyil. Nətər deyirlər, fiziki iştirakları onların lazım deyil. Əsas oldu ki, fermer öz təsərrüfatını aqrar özün kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçirilmiş. Elektron formada, bəli. Bizə də kifayət edir ki, 1651-ə bizim qısa nömrəmiz var. 1651-ə zəng eləsin və məlumat versin ki, bu sığortalamaq istəyir. Ümumiyyətlə, maraqlıdırlarmı fermerlər öz təsərrüfatlarını sığortalamaqda? Necə bir qiymətlər? Mən hesab edirəm ki... Yəqin ki, bu cür hava sığortanın daha əhəmiyyətli olduğunu bir daha göstərdi. Bilirsiniz nədərdir? Türkiyədə əgər bizdən öncə, biz də onların təcrübəsi üzərindən işləyirik, Tarsim deyilən hovuz var. Yəni ki, onların üzərindən işləyirik, yəni ki, onların təcrübələri əsasında biz fəaliyyətimizdə müvafiq olaraq qurmuşuq. Onlarda, deməli, kənd təsərrüfatı sahələrinin sığortalanması təxminən 25% civarındadır, 25-30% civarındadır. Ancaq onların 19 illik tarixi var. Bizim isə 2019-cu ildə təsis olunmuşuq. Yəni ki, bizim fəaliyyətimiz faktiki olaraq 20-ci ildən başlamasına baxmayaraq, artıq biz 400 min hektardan artıq bizim kənd təsərrüfatı dövriyəsində olan torpaqların 25%-dən artığını biz sığortalayırıq. 30%-dən demək olar gəlib çıxmışıq. Və il-ildən bu hadisələr
və təcrübə topladıqca fermer ki, həqiqətən ödənişlər Lazımdır, vacibdir bu sığorta eləmək. Rəqəm olaraq mən sizə deyim ki, keçən illərim 5 milyon 200 min, keçən il 2024-cü ildə biz sığorta ödənişi vermişik. Bu 23-cü ilə nisbətən təxminən 50% artıqdır. Artıqdır. Bu həm sığortaçıların sayının, sahələrinin deməli sığortalara cəlb edilməsindən bağlıdır. Bəs dövlət dəstəyi ilə bağlı nə deyə bilərsiniz? Sığorta haqqının 50%-ni dövlət tərəfindən qarşılanır. Yəni ki, bu çox əlverişlidir. Sığorta haqlarının özləri də ki, belə düzün desək, belə simvolik rəqəmlərdir. Roman müəllim, qaynar xəttimizə belə bir müraciət daxil olub. Tamaşaçımız Maksud Mikhailov adlı bir tamaşaçı Zərdabdan yazır. Zərdabın Təzəkənd kəndindən, daha doğrusu. Keçən il deyir, əkdiyi arpa külək vurub aparıb həmin arpanı. Ziyana görə sığorta ödənməyib hələ. Halbuki 3,5 hektar ərazini sığortalamışdım. Belə bir açıqlaması var. Yəni hansı hallarda ödənməyə bilər bu Fonda sığorta? müraciət edir, əgər deyir ki, külək aparıb, birincisi biz küləklə yox, fırtına ilə ölçülür zərər. Təbii ki, də küləyin balla. Yəni ki, bir qayda olaraq 9 bofort deyirlər və yaxud 25 metr saniyədə 25 metrdən yüksək olan hallarda fırtına əgər varsa və o zərər yerinə yetiribsə, mütləq qaydada bütün sənədlər təqdim edildikdən sonra 7 gün ərzində ödəniş biz aparırıq. Başa düşün. Yəni burada ödənməməklə bağlı heç bir problem olmamalı deyirsiniz. Biz qeyri-kommersiya təşkilatı. Təbii ki. Yəni ki, bizim mənfəətdə marağımız yoxdur. Biz nə var, onu mütləq qaydada ödəyirik. Yəni ki, bu barədə yəni ki, bizim müştərilərin məmnuniyyəti. Bəzən fermerlər də bu sahədə bir qədər bəzi hallara adımlar atırlar ki, məsələn, sahəsi 5 hektar ərazidir, sığorta pulunu az vermək üçün 3 hektar deyək ki, ərazinin sığorta pulunu belə bir hallarla da rastlaşır. Elə hallar olub. Mediada bu haqda məlumatlar yayılır. Olub elə hallar, ancaq bu halların nətər deyirlər, sayı get-gedə azalmaqdadır. Çünki özləri başa düşürlər. Bax, bayaqlar belə Qabustan misal çəkdim ki, orada hadisələr baş verib. Biz getdik orada müəyyən elə 25 hektar bunun yeri var, cəmi 10 hektarını sığortalayıb. Ancaq zərər dəyəndə bu 10 hektarına görə sığorta ödənişi aldı. Ancaq 25 hektar olsaydı tamam başqa bir hal İsmail'da baş vermişdi. Təxminən 6 hektar bunun üzüm bağı var idi. Bu deyir ki, siftə üçün deyir, bir eləyim, 2 hektarını eləyim. Pilotluq. Ancaq bunun üçün gəlib dolu vurmuşdu. Gəldik biz 2 hektarın pulunu ödənişini anında verdik. Bəs dediniz ki, imtina, yəni hansı hallarda maraqlıdır ki, imtina halları baş verir sığortadan? Yəni ola bilirmi ki, müəyyən müraciətlər olsun, amma yəni belə müraciətlərin sayı çoxdurmu? Bilirsiniz, əsassız müraciətlər də var. Təxminən bizə müraciət olan 1000 haldan görürsən ki, bir 15-20% əsassız müraciət olub. Eyni zamanda da başqa hallar var ki, yəni ki, bu əsassız müraciətlərdən söhbət gedir də. Görürsən ki, eyni sahə üzrə dalbadal 3 dəfə müraciət edir. Yəni ki, bu hallarda olur. Ancaq bu hallar indi nadir olsa da, yəni ki, baş verir. İmtina, şübhəsiz imtina halları fond tərəfindən, imtina halları yəni ki, baş verir. Bu normaldır. Yəni ki, əgər bu deyir ki, misal üçün, mənim ki, fırtınadır. Gedib baxıb görürük, nə fırtına var, nə dolusu var. Heç bir təbiət hadisəsi yoxdur. Ən çox da zərər görürlər, misal üçün, arpa buğda sahələrində gəmiricilərlə bağlı, yəni ki, o siçan vurduğu zərərlərlə bağlı. Vaxtında ona qarşı mübarizə aparmırlar, aqrotexniki qulluğu düzgün aparılmır. Bu hallarda yəni ki, imtinalar verilir. Qaynar xəttimizə yenə sual var. Deməli, Ağcabədinin Sarıkənddən yazır bir tamaşaçımız Arif Ağayev 50 hektar pambığı yağış sıradan çıxarıb, sığortaladığı halda sığorta ala bilmir hələ. Deməli, birincisi orada yağış deyil, biz təminat adında olan sadəcə yağış deyil, yağış ola bilər. Leysan zərərləri. Onlar təminat daxilindədir. Ekspertlər ora qiymətləndirmə aparılır. Mütləq qaydada, yəni ki, orada qiymətləndirmə aparıblar. Ad familiyalarını Arif Ağayev var, Ağcabədinin Sarıkənd kəndində. Araşdırmasını apararıq. Ola bilməz ki, yəni ki, 50 hektar özdəki kifayət qədər böyük rəqəm. 1 hektar deyil. Roman müəllim, bir sual soruşmaq istəyirəm. Sığorta hadisəsini biz saydıq indi leysan faktoru, küləkdir, küləyin saniyədə 25 metr saniyədə olması falan. Burada bir məsələ var ki, quraqlıqla bağlı mən bildiyim qədərilə sığorta hadisəsi verilmir, çünki susuzluqdan əziyyət çəkir. Bu kifayət qədər maliyyə vəsaiti tələb edir, bildiyim qədər, ən azı təcrübə, oxuduğum məlumatlardan belə qənaətə gəlmək ki, kifayət qədər maliyyə vəsaiti tələb olunur. Mən burada bir sual vermək istəyirəm ki, fondun gəlirlərini artırmaq üçün, fond gəlirlərini artırmaq üçün hansısa bir formada investisiya edirmi? Yəni, bu sığorta predmetini də sığorta paketinə daxil etmək üçün. Bilirsiniz, dünya üzrə quraqlıqdan deməli heç bir ölkədə... Azərbaycan günəşli günlər sayına görə indi...
yəni ki, sığorta, quraqlıqdan sığorta demək olar ki, dünya üzrə yoxdur. Təcrübə yoxdur. Təcrübə Amma yoxdur. biz günəşli ölkəyik. Ancaq başlayıb bu məsələ üzərində Türkiyə, Tarsim dediyim, onlar başlayıblar. Biz də ki, nətər deyirlər, Gələcəkdə nəzərdə izləməkdəyik. Ki, yəni ki, bunu hansı formada nətər deyirlər, paketimizə salaq, sığorta paketimizə salaq. Ancaq bu müəyyən zaman aparan işdir. Eyni zamanda biz sığortanı təkcə özümüz, mən götürdüm, yazdım ki, mən bu cür təminatlar verirəm, elə deyil. Bu bizim sığortalanmamız, yəni sığortalamaq istədiyimiz prediklər. Siyasi şərtləri hamısı bir neçə nazirliklər üzrə, yəni İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank və s. razılaşdırılır. Bəli, bir vacib məqamı da vurğulamaq istəyərdik. Son vaxtlar bununla bağlı narahatlıqlar var. Ona görə ayrı ailələrinin sığortalanması ilə bağlı. Bildiyimiz qədərilə bu da hələ ki ağrar sığortaya salınmayıb. Çünki son vaxtlar belə narahatlıqlar var ki, ayrı ailələri azalır. Yəni bununla bağlı üzərində işləyirik. Biz artıq demək olar ki, bir neçə görüşlər keçirmişik bu bal istehsalçılarına. Yəni ki, hələlik bir yekunumuz yoxdur. Ancaq bunun üzərində iş gedir. Bu da belə spesifik sahədir. Görürsünüz ki, ana arı küstü getdi, bal yoxdur. Roman müəllim, qaynar xəttimizdə son sualımız da var sizə. Xanlar Əliyeva Ağcabədinin Qaraxanlı kəndindəndir. 2023-cü ildə 10 hektar pambıq sahəsini dolu vurub deyir. Bağlı olduğu MTK şirkəti sığortalandığını deyib. Amma məlum olur ki, sığortalanmayıb. İndi necə etsin? MTK ilə. MTK ilə məsələsini həll eləsin. Bəllidir, mən bilirəm o Qaraxan bəylik kəndi. Qaraxanlı əslində. Qaraxanlı Füzuli. Ağcabədi ilə Ağdamın, ya Sabirabadın sərhədində olan kənddir. Mən özüm də orada baş çəkirik. Bilirsiniz, biz həmişə sahələrdə oluruq. Özümüz də orada olmuşuq. Həqiqətən orada dolu hadisəsi olub. Ancaq orada dolu hadisəsi təminatdan öncə olub. Aha, aydındır. Yəni MKT sığortalayıb, misal üçün sığortalayıb iyun ayında hadisə olubdur. Ondan əvvəl. Yəni ki, vaxtında biz də çağırış edirik ki, hər şeyin vaxtında... Çox sağ olun. Aydındır, təşəkkür edirik studiyamıza gəlib suallarımızı